Namaz qılmayıb, lakin sədəqə vermək və oruç tutmaq insanı cənnətə salar. Demək, insan əgər müsəlmandırsa, müsəlman tövhidi varsa və insan namaz qılmırsa, bu artıq bu insan böyük bir təhlükədədir. Böyük bir təhlükədir. Çünki namaz qılmamaq demək ən böyük günahdır. Yəni namaz qılmamaq hətta adam öldürməkdən də, zina etməkdən də böyük günahdır. Bəli. Və ümumiyyətlə bir insanın cənnətə düşüb düşməməsi bu qeybi bir məsələdir. Yəni Allaha aid olan bir məsələdir. Biz deyə bilmərik ki, bir insan hansısa bir insan cənnətə düşə bilər. Bu Allaha aid olan bir şeydir. Amma biz bunu deyə bilərik ki, bir insan, namaz qılmayan bir insan özünü təhlükəyə atır və ola bilsin ki, Allah Taala onu tövhidinə görə, yəni tövhid demək, o digər yaxşı əməllərinə görə bağışlayar. Allah bilir, yəni Allahın rəhməti böyükdür. Ola da bilər ki, Allah Taala onun namaz qılmadığına görə bir müddət cəhənnəmdə cəzalandıracaq. Amma son dönüşü tövhidinə görə, yəni tövhidi olduğuna görə onu cəhənnəmdən xilas edib, demək, cənnətə salacaq. Amma Allah bilir doğrusunu. Yəni ola bilər ki, insanın hansısa bir əməli, digər bir əməllərinə görə Allah Taala onu bağışlayar. Necə ki, bir çox hədislərdə biz bunu görürük ki, insan hansısa bir əməlinə görə Allah Taala onu bağışlayır və cənnətə salır.